Düz deyirəm alçamı, dalına soxam qılçamı. Sinəni belə 200 səfər sıxır, bax belə boğulursan sanki. Elə bir şey olurmu? Hə, boğul. Elə bir ki, Oy, gözümü oy. açanda da nəsə bir şey var elə bir üstündə. Oy, 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 oy. Bu kimdirsə, yəni bu bir pəzəvəng cin tərəfindən musallat olunub sənə. Gecələri yuxu azadlığa girir. Bundan dolayıdır. Bir də o ikincisi də nəsə görübsən də şoklar içərisindədir bu dəqiqə, təəccüblənir. Nə göstərmisən? Yəni necə olub? Nəsə bilmədən özündən bir ixtiyar olub bu şeylər. Bilmirəm ki, mən biraz çox stres çəkirəm, əsər stres. Bəlkə də ondan. Nə qədər həkim gəlmişəm, bir xeyri yoxdur. Xeyri yoxdur, hə? 2 stəkan alça alırsan, alçanı düzürsən, dönürsən ətrafında. Deyirsən, düz deyirəm alçamı, dalına soxam qılçamı. Bu sözləri 3 dəfə səsləndirirsən. Pəncərədən baxırsan, 2 dəfə çölə tərəf tüfürürsən. Saçını da yolursan, elə bir ki, küləyə tərəf. Yaxşı? Ondan sonra o dəyində elə bir şeylər olacaq, düzəlmə olacaq. Всё, deyə qardaş, alındı. Yetdi.